Aç evli sat, bunu al, içkine kayfı tut da 53.123 dolar. Burada bir qəşəng bar var belə. Nasıl yaşasınlar. Sürüşsünlər, zad eləsinlər deyənə. Oyda, bu nə da? Çox gözəldir. Hə, biraz boş gəzməkdənsə dedim ki, Doha hava limanında cütfürdə sizə bəzi şeylərin qiymətlərini göstərim. Görəsiz ki, yəni nələr var, nələr yox. İlkin kiçik şeylərdən başlayırıq. Okay, belə bir qiymətə içki var. 510 dollar, 560 dollar. Normaldır, normal. 510 dollara içki ola bilər. Yəni, burada problem yoxdur. Çox normaldır. 117 dollar. 476 dollar. Ya okey də okey. Bunlar hamısı okey. Başa düşürəm. Neçədir? 80. Bunlar əməli başı normal. Bunların qiyməti belə. Aha, gəlir bir dənə Remy Martin. Qiyməti neçəyədir qaqaş? 2750 manat. Düşürük aşağı görə buraxda nə var? Yenə gedirik ucuzlara. Ucuz içkilə ürəyimi sıxır. İnanın mənə. Bu neçədir? 722 dollar. Çox ucuz. Bu neçədir? 2000 nədir yenisi? 2871. Okey. Yenə yenisi. 1287 dollar. Okey. Bunları anladıq. Amma burada başqa bir məsələ də var da. Belə gəlsən, riski dönürsən bura, gəlirsən ki, belə bir gözəl bir içki var və bunun qiyməti cəmi 1400 dollar. Bunun qiyməti 8400 dollar. Bəs bu nədir? Aç evli sat, bunu al, içkinə kayfı tut da 53.123 dollar. 53.000 dollar, 123 dollar. Söz də deyəm mən. Yəni buna bax. Bax. 38.498 dollar. Bakıda qəşəng bir dənə, super bir dənə ev almaq olar bu qiymət. Zarafat eləm, super almaq olmaz, amma ev almaq olar. 4460, 6680. Tabii də icazə almıyorum, içəridə icazə verilərsə içəridə çək. Okey millət, içkilərlə tanış olduq, hətta içəridə icazə vermədilər mənə çəkiliş eləməyə video olaraq. Fotolara icazə verdilər, fotolar 5-6 dənə çəkdim, çıxdım ki, incitməyim onları. Əsas odur mənə lazım olanları əldə elədim. Sizə də onların şəkillərini paylaşaram. İndi gəlin keçək kosmetika və parfümeriya. Görək, burada bizi nə şoka salan bir şeylər görə bilərik. Yəni, maksimal qiymət nə ola bilər yəni burada? 71,000. So it's dollar or Qatar riyal. Qatar riyal, okay. Deməli çəkməyə icazə vermədilər. Chanel'in nömrə 5 bu kristal qabda olan parfümü 71.000 Qatar riyaldır. O da deməli təqribi olaraq yarısı ilirdə. Dollar olaraq 12-15 min dollar. Hardasa belə təqribi deyirəm, dəqiqini ölçməmişəm. Axtarıram Miss Dior'u bir yaxdan. Miss Dior'un da burada, Dior da burada. Hə, neyse tapa bilmədim. Dior tərəfə də baxdım, tapa bilmədim yenə də. Yəni 140.000 euroya burada Miss Dior'un parfümü satılır. Tapa bilmədim. Doha hava limanının ən məşhur belə deyək simvolu budur. Mən də belə başa düşürəm, bu 25 illiklərində qoyulub bunun. Qatar Airways'in 25 illiyində qoyulmuş bir şeydir. Yoxsa hava limanının 25 illiyinə əsr olmuş. Heç bir məlumatım yoxdur. Amma bu özəl sayılır, hamı da gəlir bunun qarşısına şəkil çəkdirir. Nə qədər özəl və vacib bir şeydirsə bilmirəm. Gəlin indi isə hava limanındakı restoranlara baxaq. Burada belə bir qəşəng bir Yapon restoranı gördüm. Məsələn bu tematika çoxdan istifadə olunmuş tematikadır, amma maraqlıdır. Belə əyləşdiyin yerə sənin sifarişi oradan bax qoyur aşpaz. Belə qəşəngcənə gəlir düz masavın yanına. Sonra burada Giraffe burger var. Burada burgerlər satılırlar. Qiymətlərinə də baxmaq istəyirsə baxın. Bakı ilə nisbətdə baha da elə bahalı bir şey deyil, 26 manat. Restoran çox qəşəngdir, çox qəşəng bir restorandır. Hava limanında olmasa da qəşəng havası var. Bu havada yeməyin özü də bir qəşəngliyidir. Oradan da təyyarələrə baxırsan da bir tərəfdən də. Belə buradan girdin, çıxdın. Keçsən, belə bir qəşəng dizaynı var. Keçsən bu bir restorana, sağda başqa bir restoran var. Bu da belə bir klassik havalı. Belə məsəl üçün bir dilim yekə pizza verir və yaxud bunlar verir. Bu Qatar riyaldır və yarısı hesablayında Azərbaycan manatının yarısı. Yəni daha doğrusu məsəl üçün 42-ni bölün 2-yə.
Nə bilim 56-nı bölün 2-yə, 50-ni bölün 2-yə, bax belə. Deməli gənclər gəldim. Costco-dan bir dənə amerikano, bir dənə belə bir şirniyyat aldım. Buna 20 manat pul xərclədim. Normaldır. Həm də hava limanında nəzərə almaq lazımdır. Deməli Dohada hava limanında uşaqların əylənməsi üçün də yer var. Gedək onda çəkim sizə göstərim. Yəni valideynlər rahat kef eləsinlər, yəni uşaqlar üçün şərait qururlar. Belə çəkim göstərim, baxın. Sadəcə məlumatınız olsun deyər. Belə, baxın. Sürüşsünlər, zad eləsinlər deyənə. Uşaqlar üçün belə bir yer düzəldiblər. Və maraqlısı odur ki, burada həmçinin reading room var. Kitab oxumaq üçün otaq var, amma burada oxumurlar, yatırlar. Millət yatır, oxumur. O qədər yorğunam ki, hava limanından sizə göstərməli olduğum şeyləri unutmuşam. İndi təsadüfən öz qapıma, uçuş qapıma doğru gedərkən qarşıma çıxdı. Mən bunu tapıb siz üçün çəkməli idim, amma təsadüfdən qarşıma çıxdı. Kameranı çevirirəm və göstərirəm. Subtropik meşə var. Bildiyiniz canlı ağaclarda ətraf. Düşəcəm indi aşağı, aşağıdan da görüntüləri göstərəcəm sizə. Davam eləyə baxın. Çox qəşəngdir. Həddindən artıq gözəldir. Ümumiyyətlə bu Hamad deyirlər də mən bildiyim qədərilə hava limanı çox böyükdür. Həddindən artıq böyükdür. Mən heç çox bu ölçüdə bir hava limanı oldu. Bəlkə bundan böyüklərdir, amma mən olduqlarımın içərisində ilk dəfə bu şəhərə oxşayır. Bu şey deyil, aeroport deyil dostlar. Bu hava limanı deyil. Bu bir şəhər dairə. Çox gözəldir, dəhşət. Ümid edirəm təbiidir də bunlar. Yes, təbiidir dostlar. Hamısı təbiidir. Və gəlib bunları görürəm, zövq alıram belə, keyfim açılır. Çox qəşəng deyil. Yəni bundan o tərəfə nə gözəllik olmalıdır hava limanının ortasında. Çox həddindən artıq. Bu nədir belə? Onu burası niyə bağlayıblar qaqaş? Kim bilir məlumat versin görə niyə bağlayıblar? Öz başlanılıq zaddır burada, başa düşməm. Oyda, bu nədir o? Emosiyalarımı deyir, sözlə ifadə elə bilməm. Söyüşlə ifadə eləsəm olar, söyüşlə olmaz. Amma belə dəhşətli gözəldir. Sevdim mən bura. Dohadan zəhləm getsə də, bayaqki hissəyə görə, hava hərəkətlərinə görə, özlərini yaxşı apardıqlarına görə sevdim. Nə oldu ya, burada ağacın altında oksigenin nə var? Mən çöldə oksigeni tapmayanda, bunlar gəlib burada bütün ağacın oksigenlərini udublar. Mən də qalmışam çöldə oksigensiz. Dərd edirəm ki, bu nətər olacaq. Bilsəydim elə əvvəlindən gələrdim bura. Bu ağac çox qəşəngdir, bilməm nə ağacıdır. Burada bizim qohum əqrəba da var. Bu da heyvanların məclisidir, qaqaş. Oturublar, yeyişib içirlər. Cəmaatı ya bunlarla şəkil çəkdirir. Qaqaş. Çox gözəl deyilmi dostlar? Qays, həddindən artıq gözəldir. Onun başındakı elə bildim realdır. Bir dənə rəngi fərqlidir, elə bildim realdır. O yöndə. İki nəfər belə otururlar. Gülüşürlər, yeyişirlər. Əla. Əla. Bunun təşəbbüskarına da malades. Bunu eləyənə də malades. Bunu yaradana da malades. Bunu görənə də malades. Gəlib görmək də lazımdır. Yaratmanın iş bitmir ki. 1000 dənə yaradıcılıq var. Onu görməyəndən sonra nə dəyər qalacaq onun? Hamı da çəkir, hamı da ləzzət alır, kayf alır. Gözəldir də. Ümumiyyətlə, bax mənim indi hal-hazırda 34 yaşım var da. Düşünmüşəm ki, əvvəl belə düşünmürdüm. Əvvəl düşünürdüm, qoy elə olsun 60-70 yaşım yenə də gəzim. Bu adrenalinlə, bu dinamika ilə gəzməyəcəm yəni. İstəmirəm. İstəyirəm 45-ə qədər gəzim bitirim, nə gəzə biləcəmsə. Okey, sonra da gəzirəm. Amma o bu gəzməklə bərabər olmayacaq da. Bu gəzməyin yerini heç nə verə bilməz. Ona görə yəni bu dinamikan var sənin, bu zövqün var sənin. Bir başqa yanaşasan hər şeyə. Biri var dəniz kənarında gedib hardasa oturub çaxırığı içib dincəlmək. Bir də var, belə gəzərək. Mən bu dəqiqə ayaqlarım qırılır, amma yenə də gəzirəm, yenə də çəkirəm. Çünki canımda qol qüvvət var, yəni hələ ki cavanam. Amma birazdan no problem. Birazdan bu olmayacaq məndə. Bunların qədrini, qiymətini bilərək bunları dəyərləndirib gəzmək lazımdır deyə düşünürəm və son zamanlar bəzi planlamalar eləmişəm ki, belə eləməyəcəm. Mən məsəl üçün bu səyahətimi sırf bir günün içində qərar verdim, bir həftə sonrasında bilet aldım. Çox bahaldım. Axmaqlıq elədim qiymət cəhətdən.
Amma yəni heyfsənmirəm. Çünki ehtiyacım var idi. Bunu elədim. Okey. Amma mən qərarı da verdim ki, o anda ki, bundan sonra mən bütün səyahətlərimi 1 il öncədən alacağam. Qardaş, bileti ucuz qiymətə alacağam. O vaxt pulum olar, gedərəm. Lap pulum olmaz, getmərəm. Amma mən biletlərimi alıb hazırlayacağam ki, mən səyahətsiz qalan deyiləm. Mən gedib bu dünyanı gəzməliyəm, qardaş. Mən özümü hansı vaxta qədər saxlayacağam, ay pulum olsun. Mən Azərbaycanın düşüncəsini yaşamaq istəmirəm. Mən sabahlarım övladlarımın evinin olmasını, bağının olmasını, dərdini çəkmək istəmirəm. Qoy getsinlər özləri, əgər istəyirlərsə bunu eləsinlər, istəmirlərsə gəlib kirayədə qalsınlar, özləri bilərlər. Ki mən zaten anamın, atamın mənə verdiyi evi onlara verib, mən də bu dünyadan köçəcəm də, yəni. Qalanını nə etmək istəyirlər, özləri dəyərləndirsin. Mən özümü də elə dəyərləndirmək istəyirəm. Sizə də məsləhətim budur. Əgər bacarırsınızsa gəzin. Görün də, bu görülməli şeydir də. Bunu dəyərləndirmək lazımdır məncə. Və növbət, inanıram ki, bu səyahətimdə elə şeylər görəcəm ki, yəni onları pulla almaq olmayacaq da, yəni. Onu mən indiyə eləyəcəm ya da eləməyəcəm. Çünki mən gələn il bəlkə də onu eləyəndə bu emosiya ilə, bu ab-hava ilə eləməyəcəm, bu qol qüvvətlə eləməyəcəm. Bəlkə elə sabahlam getdim, mən maşın vurdu, öldüm, getdim. Niyə mən bunu yaşamayım bu il? Ona görə yaşamaq, gəzmək lazımdır, görmək lazımdır, bu dünyanı tanımaq lazımdır. Bir səyyahlıq insana çox şeylər qatır. Ona görə deyirlər, çox gəzənlə çox nə edən bilər, bilmirəm, onda hamımız gətirin də. Çox gəzən bilir, bir də kim bilir?